Salam aleykum. Demək bu polimer sualına baxırıq. Burada düz ortadan bölürük. Baxın solda C3H6-dır. Sağda C2H4. Yəni bu propenlə eten olacaq. Burada doğru cavab 1 ilə 4 olacaq. Oxşar xassəli elementlər, yəni bu birinci qrupda məsəl üçün litium, natrium, kalium, 7-ci qrupda flor, xlor, brom, yod və s. yəni bu şəkildə baxılacaqdır. Səhv eləmirəmsə orada litium, natrium, kalium olaraq verilmişdir. Oksidativ induksiya nəzərdən keçirdək. Deməli, mis burada müsbət 1-dir. 2 dənə mis müsbət 1-dən gəlir mis müsbət 2-yə. Soldan sağa çıxıram, 1-dən 2 çıxanda mənfi 1 ilə işarəni yazmıram. Solda müsait bir oksidaşma dərəcəsi var. Sağda da 1 dənədir. Solda və sağda eyni olanda sola baxıram və solda 2 var. Vuracam. Sonra oksigen, 2 dənə oksigen mənfi 1-dən. Sağda oksigen ancaq mənfi 2-dir, gəlir mənfi 2-yə. Mənfi 1 ilə mənfi 2 arasında fərq yenə 1-dir, işarəni yazmıram. Və solda oksigen ait oksidaşma dərəcəsi var. Mənfi 1 və mənfi 2. Sağda isə ancaq mənfi 2-dir oksigenlər. Yenə də solda çoxdur. Soldakına deməli vuracam. Bu zaman deməli oksigen də olacaq 2. Daha sonra kükürdə baxıram. Kükürt deməli burada mənfi 2-dir. Gəlir burada deməli müsbət 6-ya və soldan sağa çıxıram. Mənfi 2-dən 6 çıxanda mənfi 8 ilə işarəni yazmıram. Solda kükürdə bir oksidaşma dərəcəsi var. Sağda da 1 dənədir və solda və sağda eyni olanda mən sola baxıram. Rəqəm yoxdur, vurmuram. Bu kükürtlə mis artdığına görə bunları 1 hesablayıram, 10 eləyirəm. Yerini dəyişirəm. Deməli 2 yuxarı, 10 aşağı. Sonra ixtisar eləyirəm. 1, bu da 5 eləyir. Artıq mən bunları müəyyənlədim. İndi 5-i yazıram. Soldakı oksigenin qabağını bura yazıram. Eyni zamanda mis solda 2 dənədir. Bura 2 yazıram. HNO3 sağ tərəfdə NO3 qalığı 4-dür. Bura 4 yazıram. Hidrogen 5 dəfə 2, 10, bu da 4, 14 eləyir. İkisi burada var, 12-si qaldı. Burada 6 yazacağım. Yəni suyun əmsalı 6 olacaq. Elektroz məsələsini nəzərdən keçirdək. Mis 2 nitrat, üstə gəl su, əmələ gəlir mis, üstə gəl oksigen, üstə gəl HNO3. Tez əmsallaşdırmaq üçün suyun qabağına 2 yazırıq. Hidrogen 4 dənə oldu, bura 4 yazıram. NO3 2 oldu, bura 2 yazıram. Mis 2 oldu, bura 2 yazıram. 400 qram 18,8%'dir. Buradan deməli biz 400'ü vururuq 18,8'e bölürük 100'e. Bu zaman mis 2 nitrat 75,2 olur. Həmin məhlulda isə su 324,8 olur. Çünki 400'dən 75,2'ni çıxanda 324,8 qram su eləyir. Təbii ki, burada, yəni ki, bu 400 qramın ilkin halda deməli tərkibində həll olan suyunun kütləsidir. İndi biz bunların qabağına naməlum bir işarə yazıb əmsala vururuq. Azalma sözü əsasən katod və anodda toplanana aiddir. Burada deməli 128, burada 32, 160 x azalma olub. Bu da 24'e bərabərdir. 24'ü bölürəm 160'a, x buradan 0,15 eləyir. Bu qədər sərf olub, solda duran daxı. Bu da bu qədər sərf olubdur. Mis NO3 2'nin deməli emeri 62 vur 2 üstə gəl 64. Qarşısında da deməli 2x var. Yəni 188'i vururam 2x'a. X 0,15'dir. X'i pozuram yerinə 0,15 yazıram. 188 vur 2 vur 0,15. Bu 56,4 sərf olub. Bir daha təkrar edirəm. Solda duran mis 2 nitratın emeri 188'dir. Qarşısında 2x var. 2, x'in yerinə 0,15 yazıram. Tapıram ki, bu 56,4 sərf olub. Çünki solda duran sərf olunandır. Artıq mis 2 nitrat 75,2 deyil. Onun 56,4'ü gedib. Sonda deməli mis 2 nitrat 18,8 qram olub. Həmçin buranın su da tərk eləyir. Su 324,8'dir. Deməli çıxır 2 vurulsun. X'in yerinə 0,15 vur 18. Çünki su 18'dir. 2x'a vuracam.
2 yerində qaldı. X'in yerinə 0,15 yazıram. Bu zaman 2 vurulsun 0,15 vur 18. 5,4 deyilir və 324,8-dən 5,4'ü çıxırıq. Bu zaman su qalacaqdır 319,4. Yəqin ki, aydın oldu. Yəni ilkində 75,2'miz 2 nitrat var idi. 324,8 qram su var idi. Sonra biz bunların qarşısında naməlum bir işarə yazıb əmsala vurduq. Azalma katod vanata toplanana aiddir. 128x bu 32x bu 160x bərabər 24. Çünki azalma 24. X bərabər 0,15. Bu qədər sərf olunur. Nə qədər? 188 vur 2x qədər. Yəni 188 vur 2 vur x'in yerinə 0,15 yazıram. Yəni 56,4 getdi, qaldı 18,8. Su da bu qədər sərf olunur. 2x vur 18. X'in yerinə 0,15 yazdım. Vur 2. Suyun da yerinə 18 yazacağım. 324,8'dən çıxanda 319,4 eləyəcəkdir. Və təbii ki, burada təzə bir turşu alınır. Bu da biz məhlula əlavə eləməliyik. Bu 4x vurulsun 63. 4 vurulsun x'in yerinə 0,15 vur 63. 4'ü vururam 0,15'e vururam 63'e 37,8 də burada təzə nitrat turşusu alınır. Ümumən bunlar məhluldur. 37,18'in üstünə 18,8 gəlirəm. Sonra 319,4 gəlirəm. 376 eləyir. Son məhlul 376'dır. Həll olan da bu qədərdir. 18,8'i bölürəm. 376'ya vururam 100'ə. 18,8 bölü 376 vur 100. Bu 5% edəcək. Sonra monoxlorlu törəməsində minimum sayda olan monoxlorlu törəməsi minimum olan pentan. Baxın, pentan belə yazılır. Sonra buradan karbonun birini qırırıq. Gətirib birincinin yanına birləşdirib belə olur. Bir də belə olur. 3 dənə saxlayırıq. Xloru bura birləşdirən 1 xlor pentan. Bura birləşdirəm 2 xlor pentan. Bura birləşdirəm 3 xlor pentan. Burada 3 dənə monoxlorludur, bu deyil. Xloru bura birləşdirəm 1 xlor 2 metil butan. Bura birləşdirəm 2 xlor 2 metil butan. Bura birləşdirəm 2 xlor 3 metil butan. Bura birləşdirəm 1 xlor 3 metil butan. Yəni burada da artıq çoxdur. Bir dənə burada xlor bura birləşir. Bir dənə monoxlorlu izomeri var. Törəməsi var. Və burada da ikinci karbon budur. 0 oxtlaşma dərəcəsinə malik olacaq. Divinil karbon H2, karbon H, karbon H, karbon H2. Üzərinə H-xlor gələndə T kiçikdir 40. Belə deyək, məsəl üçün T kiçikdir 0 da demək olar buna. Bu artıq 1-2 vəziyyətdən birləşəcək. Hidrogen birləşəcək bura. Xlor birləşəcək bura. Hidrogenlə təsir edən hidrogen 2 qata birləşir. Biri bura birləşir, biri bura. Və üzərindən natrium gəndə natrium xlor aparır. Xlor gedən yer boş qalır. Təzədən bu özünə oxşar bir də birləşir. Uzun zəncir seçirəm, nömrələyirəm. Və 3,4 dimetil heksan olacaqdır.